Bizə deyirlər ki, diqqətlə qulaq asın, alimlərin sözüdür. Kimsə sizi Süfyanidə aldatsa, Süfyanı məsələn filankəsdir, Colanidir, filankəs, o bu, hərə bir dənə söz deyər. Kimsə sizi Yəmanidə aldatsa, kimsə sizi Kəbədə kiminsə öldürməsində, nəfs-i zəkiyyə ki, orada öldürüləcək, onda da aldada bilər. Kimsə sizi torpaq aralandı, ordu batdı, qoşun batdı, onda da nəsə yalandan bir şey deyə bilər. Amma bir nümunəni deyiblər ki, o baş versə, sizi heç kəs görə aldatmasın. Bilin ki, İmam Zaman ağanın zuhurunun ən güclü, ən aşkar əlamətlərdən biridir. O da göydən seyhə, nida, asimandan səs gəlməsidir. İmam Zaman ağanın zuhurunun müjdəsidir. Bu mütləq baş verəcək. Göydən səs gələcək. Kimin səsidir o? O səs kimin səsidir? O göydən səs. Orada Əli əleyhissalamın adı çəkiləcək. İmam Mehdi əleyhissalamın adı çəkiləcək. Onun şiələrinin adı çəkiləcək. Həmçinin orada o səsdə zalimlərin hakimiyyətinin sona çatdığı, yer üzərində ədalətli bir hakimiyyətin qurulacağı deyiləcək. Ki Mehdi əleyhissalamdır, Kəbənin yanından onun zuhurunu gözləyin, ona itaat edin, sözünə qulaq asın, gedin qoşulun ona. Gedin Məkkəyə, kömək edin ona. Ondan sonra biri var, İmam Zaman əleyhissalamın adı dünyada hər yerdə çəkiləcək. Amma eşidi baxın, Amerikaya da getsin, Asiyaya da getsin, Afrikaya da getsin, Avstraliyaya da getsin. Dünyanın harasına get, deyir, məşriqə get, qəribə get. Hamı o kişidən danışacaq. Ha, İmam Zaman gəlir. Boynu vuranlar narahat olacaq. Bu gəlir kişi boynumuzu vuracaq. Onlar qorxacaq. Onlar qaçmağa yer axtaracaq. Amma möminlər sevinəcək. Həmin gündür Həzrət Əli əleyhissalam və onun övladları, şiələrinin bayramı olacaq. Onda rahat deyəcək, da bunda da şəkkiz var.